oyun qutarsın, gedib qılaram, namaz da gecikdi. Sonra namaz gecikdi, o belə bu cür olurdu. Necə yaxşı əməl yaxşılığa qapı açır. Dedi, sən mənim adımı paşladın, mən də sənin adını paşlayıram. O hürrə məsələsi də yadınızdadır da. Mən həmişə baba bu Bişri oxuyanda yadıma hür düşür. Niyə bilmirəm ancaq. Elə baba bu Bişri oxuyanda, danışanda yadıma dərhal hür düşür. Çünki hür də belə oldu axı. İbn Ziyadın sərgərdəsidir. 1000 əskərlə gəlib İmam Hüseynin qabağını o kəsib birinci. Ancaq bir dənə orada əməl var, bir dənə əməli var. Gör, gətirib hürrü ara çıxartdı. Bir dənə əməli, nədir əməl? İmam Hüseyin əleyhissalam ona deyəndə ki, Thəkələtkə ummuk, anan matəmivə otursun. İndi bəziləri deyir, bu təhqir deyir, anan matəmivə otursun, yəni sən öləsən, anan matəmində otursun da. Anan matəmivə otursun, sən məni əli qolu bağlı aparırsan Kufiyə, yəni sən mənim əsir elirsən məni. Hürrə dedi İmam Hüseyin. Hür qayıtdı cavabında nə dedi? Dedi, Hüseyin, and olsun Allaha, indiyə qədər bu sözü mənə heç kəs cürət eləyib deyə bilməyib. Anam matəmvə otursun. Və kim də desəm onun cavabını bilirəm necə verərəm. Amma sənə heç bir cavab verməyəcəm. Çünki sənin anın Fatimədir Zəhra. Çünki sənin anın Fatimədir, mən sənə cavab verməyəcəm. Bax, bir dənə o Fatiməyə ehtiram, hürrü gör gətirdi, hara çıxardı. Xanım Zəhraya ehtiram. Yaxşı əməl budur. Yaxşı əməllərə qapı açır, əksi də bu cür.